Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim namazdan, yəni bayram namazından qabaq çıxartsa, fitrə zəkatı sayılacaq. Kim bayram namazından sonra çıxartsa, artıq sədəqə adi sədəqələrdən biridir. Ona görə burada Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtı qeyd eləyir. Yəni fitrə zəkatı bayram namazınacan çıxarılmalıdır. Ona görə əfzəl vaxtı məğrib namazından sonra, sabah əgər bayramdırsa, o arada çıxartmaq və ya ondan qabaq, 1-2 gün qabaq, 2-3 gün qabaq çıxarda bilərsən. Artıq ona görə indidən acıqəvi hazırla, kimə verəcəksən artıq yeri təyin elə ki, 1-2 gün qalmış artıq apar ver. Yəni adam başına 2 kilo, 2 kilo yarım, 3 kilo arası. Məsələn, evinizdə 4 nəfərdir və ya 5 nəfərdir. Hətta məsələn yaşlıdır və ya oruç tutmayıb. Məsələn, hətta onlar üçün də çıxart. Hətta ananın bətnində uşaq üçün də çıxarda bilərsiniz. Düzdür, ona vacib deyil, amma çıxarda bilərsiniz.